Sədərəklə vida anında, bu qərib axşam çağı, bu tənha ağacın fonunda nədənsə beynimizdən, ağlımızdan keçən bu misralar oldu. Heç vaxt heç kəsi təklənmiş görmək istəməzdik. O da ola böyük rayonu, kəndi, Azərbaycanın giriş qapısını. Nə qədər ki, bu torpaq var, nə qədər ki, bu torpaqda bu cür barlı, bəhərli zəmilər var və dolu sümbüllər var, bu torpaq basılmayacaq. Və bizim filmimizin qəhrəmanı olmuş insanların da, görüşdüyümüz, ünsiyyətdə olduğumuz adamların da hamısının bircə qayğıya və bir də sizin tükənməz məhəbbətinizə ehtiyacları var. Bu qayğını, bu məhəbbəti heç vaxt əsirgəməyin. Sədərək həmişə, hər zaman sizin yolunuzu gözləyir. Çünki Sədərəklə böyük bir dünyanın, Azərbaycanın, Turanın taleyi bağlıdır. Bu taleyi qorumaq isə bizim əlimizdədir. Tanrı Sədərəyi bizə etibar edir. Gəlin bu inamı, bu etibarı doğrultmağa çalışaq.